Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Tərtər işiyə ilə bağlı təqsirləndirilən General-Mayor Bəkir Orucov və digər şəxslər barəsində olan hökmdən verilən kassasiya şikayəti təmin edilməyib. Günün xəbərləri El-Report istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə hakim İlqar Qılıcov sədrliyi ilə keçirilən prosesdə verilib. Qərara əsasən 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər. Rusiyaya hücum Rusiya Silahlı Qüvvələri ağıllı bomba və Ukrayna pilotsuz uçuş aparatlarını məhv edib. Ajans AS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Müdafiə Nazirliyi xüsusi əməliyyatın xülasəsində bildirib ki, Rusiya Silahlı Qüvvələri 2 ağıllı bombanı və 250-dən çox Ukrayna pilotsuz uçuş aparatını məhv edib.